Zahir müəllim, bir dənə xahiş edirəm sizdən. Hamı ilə baş eləyirsən, bütün maşınları idarə eləyə bilirsən, Bəli. dala ver, qabağa ver, bir Bəli. dənə qızını idarə eləyə bilmirsən. Nə bilim Zahir müəllim, məni qurban olum Allah'a. Bax ona görə Bəlkə barışasan qızınla. Açı nətər barışım? Nətər, qızındır da, barış da. Nə barışım? Niyə? Qardaşım 85 yaşında zəng eləyir, deyəcək döyüşçünün əməsi var. Sən kimsə mənə qarışırsan. Bu nə deməkdir? Deyir 25 min verəcəm də sağ. 25 mi? Hə. Niyə? Qanunla o düşür də sağ. Niyə mənimlə o düşür? İndi elədir də, nə bilim. Hüquqi, Azər məhkəmə, qərar, qanun Ay odur. Zahir müəllim, yox. 190 mindən 120 min ev alınıb, 70 mində banka qoyulub. 5 mində mənim adım olan... Məhkəmədə 25 min kəsilib də sənə. O hansı məhkəmədə kəsilib? Onu mən bilmirəm, o qızın Bilirəm, getdiyi ya. məhkəmələrdə. Qızım indi də dedi ki, hara gedirsən getsən, hara çıxmırsan, ağarsan o gün getdim. Yaxşı edir, Allah canı sağ eləsin. Bilirsiniz nədir? Bir dənə xahişim var. O sənədləri alın. Hansı sənədlərim? Caddan, Niyə barışmırsan qızınla? hansı barışım? Nə olar ki, barışasınız, bir damın altında yaşayasınız? Ay, Ata ki, balasıdır. yaşayır. Onun səndən başqa kimi var, sənin ondan başqa kimin var? Yoxdur, düzdürmü? Hə. Soruş da denən niyə qoymuşsan? Bəlkə o da insafa gələr, bəlkə bir danışaq, ürəyi yumşalar, bəlkə bir yola gələsiniz. Manzarı yumuşalaq 40 nəfər gedib, deyirsiniz ki, gedin oturun evinizdə. Öz xalası qızı ilə o qardaş bacıyı da salıb məhkəməyə. Yox, bəs onun padruqasına niyə el elədin ki sən? Hansı padruqası onun səsi bu telefonda. Rəfiqəsi Gedib gəlmişdi sizə, çıxdığını qabağına belə. Hə. Naşnoyda. O nə əzirdi o mənim evimdə? Gecə saat 12-də nə əzirdi? Mən Mən də gəlib rəfiqəsinin yanına gəlibdən ha. haraya gəlir? Rəfiqəsi yox idi. Rəfiqəsi açarı verdi ona gedib Bu qapını niyə açırdın onda? Onda açarı var idi. Nə mən açırdım? Yox, Mən də qapı- qalxdım ki, görüm kimdir bu? Mən evimin içində Bəs əynini geyinərdin nə üçün? nətər gedim ki, nə bilmirəm mən. Bədiyərdin girmədən ha içəri. Bə çölə çıxmısan axı, dəhlizdən çıxmısan çölə, cəmaatın qabağına. Dəhlizin qabağına Yox, çıxmadım. şəkillərin var. Və o zadları necə? Sən o şəklini kim çəkibdi şeylə? Bilmirəm, görün kim çəkib onu. Gecən saat 3-də sənin şəklini kim çəkib elə? Təşkil olub ki, onu belə Soruşun görün şəkillər kim çəkib. çəkdilər. Həmin padruqası. Kameraya düşmüsən. Kameraya düşmüsən. Hə, deyir çıxıb çölə dartırmışsan içəri ki, qızı gəl gir içəri. Mən Hə. gətirin Qurana əlimi basıb Yox, qoydum. Quran lazımdır elə, Quran nə şey. Zahir müəllim, elə şey olmuyor. Mən yatdığım yerdə qapı niyə saat 3-də döyülür? Bə deyirsən haçarı var. Bəli, onun da açarı vardı. Bəs haçarı varsa qapını niyə döyür? Laşın girsin içəridən ha? Bilmirəm niyə döyür. Soruşun da, qızım denən hardaydın sən? Yox, sən o qapıda saat 3-də qapını niyə açırsan o adama? Zar, bəlkə bunlar hamısı planlı bir şəkildə idi. Ay bacı, Bunu da bilmək olmaz, Başına hə? dönüm sənin, qurban olum sənə. Saat 3-də mənim qapımı döyürlər. Mən təkəm evdə, üzr istəyirəm dönə-dönə, indi gecə paltarında yatmışam evimdə. Mən qapını niyə açmalıyam ki, məni şərrəsinlər sonra? Niyə açıram qapını? Belə Deyirəm bala, deyil də. qızım evdə yoxdur, çıx get buradan. Gəlin, Çıx get kişiyə də Ay bir- Zahir Abi, müəllim, o mən söz dedim demək yaxşı şaşırmadı deyir ki, da. 80 manat mən kirə verirəm. Onun səslərini gətirin qoyun qulaq assın. Mən məsləhət görürəm, mən təklif edirəm ki, barış qızınla. qızınla. Ayıbdır, bu qədər bölünmələr, bu qədər parçalanmalar, bu qədər məhkəmələr, bu qədər davalar, bu qədər intriqalar, yazıqsınız bala. Sən də yazıqsan, o da yazıqdır. Barışın bir-birinizlə. Xəstə adamsan, hər halda. Xəstə adamsan, əlində 2 dənə əsan, çöllərdə qalmısan, barışın deyirəm. Ay Mən Zahir də müəllim, razıyam. mən onu Barışsınlar. birinci Amma məhkəmə... bayaq vurğulayırsan ki, Zaur, 25 min məhkəmə kəsdiyi Hə. puldur, bəli. Hə. Bəs qızının öz vicdanına da nə qalıb? Olmaz ki, biraz da üstünü düzəltsin, atası üçün lap ayrıca bir ev alsın. Ayrıca bir Doğru bağlı şey da şey olsa. deyir Sona xanım. O evi alsın. Ay Zahir müəllim, mən Elə birinci danışırsınız məhkəmədə ki, dedim siz, ki, əzizlərim, dəyərli ekspertlərim, siz ev almaq bu qədər asandır bugün. Elə çıx gəl gedək ev alaq, pık gəl gedək ev alaq. Bəs Camaat çölə var ki, atmaq asandır, Zaur. illərlə yığırlar, hesablayırlar, üst-üstə qoyurlar ki, gedib birdən ev düzəltsinlər. Ev almaq bu qədər Zaur, asandır. Ay Zahir yuxarıdan bu müəllim, saat Ay Zahir makro müəllim, evləri olar var mı da bir ucuz dəqiqə? qiymətə. Mən 120 min Bir ata Ay əgər çöldə qalıbsa, günahı kimdədir? atada, Özündə. atada. Niyə? Ona görə ki, qızını atalar havayı deməyib ki, qızını döyməyən dizini döyər. Əşi, adam döyməklə adam olur. Bəli, bəli. Sən Allah. Ay Zahir müəllim, bir mən yəni ona bir çıxmaq vurmuşamsa mənim əllərim qurusun. Denən niyə Nə Yox, sənin qızın idi. Düşüb dalınca gedərdin Krasnoyarskaya, deyərdin ki, bala, kimə ərə gedirsən?
Hara gedirsən? Niyə gedirsən? Getməyəsən. Hökmün hardaydı sənin bir ata kimi? Deyir hükümlardaydı. Hükümün belədir deyirsən kimsə mən yaxşı eləyirəm. Axı bir qız ataya necə bunu deyə bilər? Nə qədər vicdansız ola, nə qədər Zahir bəy, Qızlar qızın da atanı fikir. Üzür istəyirəm. Vicdan olsaydı hala gəlib çıxardı. O səsləri siz eşidəsiniz. Bizə də üzür istəyirəm. Siz o səsləri, padruqa satdığı səsləri eşidəsiniz. Olur, bəzən bədəsil övlad da olur. Bəzən görürsən ki də Yox, 44 amma yaşında ataların bir var. sözü var, deyir ki, ot kök üstə bitər. Əsli nə isə yoşan bəsləməklə çəmənzar olmaz. Yəni ot kökünün üstündə bitir. Yəni o qız nəyi görürsə onu götürüb də. Yəni bu adam sənin balandı da. Mən yenə deyirəm ha, biri var ki elə gedir o kuruk deyirlər də. İndi bunu mən rus dili kimi qəbul eləməyin, amma bunu başqa məsələn çevrə deyək də. Hə. Elə çevrəyə gedir, düşür. Elə yerə gedir, düşür ki, əhatəsində elə insanlar olur ki, onu pozurlar. Amma vicdanı olan, kökü salamat olan adam qayıdır, gəlir, yenə düzəlir öz yoluna və öz yolu ilə gedir. O düzələ bilmirsə, artıq düzələ bilmirsə də, orada da artıq bilirsən nə, o deməli o çevrədən çıxa bilmir. O əhatədən çıxa bilmir. Bu başqa deyil, bu nadirən ola bilir. Niyə Amma gedir? sənin qızın nə qədər vicdansız övladı ola ki də, nə qədər vicdansız övladı ola ki, onun heç bir əlavə pis vərdişləri olmaya da, atanın heç olmasa bir xoş sözü, bir xoş nəvazişi, bir dəstəyi, bir arxasında dayanmağı onun yadında qalmaya və onu yerə vura. Bilirsən, bəlkə o da səndən nələrəsə görə incikdir. Bəlkə o da uşaqlıqdan səndən bağlı travmaları var. Bəli, Bəlkə səndən olmasa- bağlı elə əsəbləri, elə Olmasa qıcıqları olmaz. var ki, düz demirəm Kübra xanım. Çox haqlısan. Onu da bilmir də. Gəlir durur gözünün qabağında. Bax, bax bu deyə Aydan. Dünənləri burada nə hadisə oldu? Bax. Ata durdu gəldi. Balaca qızın əlindən dartır. Aydanımız. Ha, Bu onun qız əlindən indi dartmır. Onun əlini vaxtında sığallayırdı ki, bugün o əl səni itələməyəydi. Bax dünənləri sən onu yaşadın. yəni o qədər Bildin? vicdanlı qızdı ki O o qız. uşaq elə belə Hər uşaq ikisi də. deyil. Kübra xanım, inan Allaha, hər ikisi də o qədər vicdanlı qızdı ki. Bəli. İnan, mən onlara neynəmişəm ki, hələ yüngülvarı bir balaca sığınacaq vermişik. İynə dərmanlarını Könül xanım alıb veribdi. Malicələrini o eləyir. Allah razı 5-3 olsun. manat belə gündəlik yemək puluda qalmaqlarına falan. O gün deyir ki, bir Allahı çox istəyirəm, bir səni çox istəyirəm. Yəni gör bunun vicdanına bax. Hələ mən neynəmişəm ki ona? Neynəmişəm ki? Bax belə zərrə iynənin ucu qədər elədiyim şeyə görə Əslində deyir ki, Zaur Allahı çox şey istəyirəm. eləmisiniz. Çox şey eləmisiniz. Niyə elə deyirsiniz? Gör indi Yox, o həqiqətən də onu o vəziyyətdə əgər ata-ana, qohum, əqrəba kimsə əlindən tutmursa, bu gün siz onların əlindən tutub o sığınacağı, o bir balaca müalicə dediklərinizi onlar ona möhtac idi. Bilirsiniz nə deyirəm Ona Məhəd görə xanım? o çox Onların böyük çünki işlərdir. sevgiyə ehtiyacı var idi. Yəni mən Bəli. deyirəm ki, hələ O dəstək iynənin idi, iynənin sizin. ucu qədər mən eləmişəm. Bu deyir ki, birinci Allah sonra səni çox istəyirəm. Gör indi bu 16 ildə dədəsi buna nələrsə eləmiş olsa, demir, Bəli. milyon al ver, bahalı paltarlar geyindir onun əyninə. Ay nə bilim gündə bir dənə sevgi. Kasıb sevgi vermiş ailələr var olsaydı. ki, Evladlar Aynen. da o iynənin ucu Aynen. qədər etmə. Sıfıra Aynen. başlayır. Orada nə deyərlər? Bir parça O qədər sən çörəkləri iynənin ucu sevə-sevə qədər yeyirlər. yox ha. Nə qədər işlər görmüsən, amma iynənin ucu qədər etməyəndə gör nələr danışırlar. Bax bu da var əzizim. İndi bax Zahir deyirsən, müəllim, bir dənə qızlar xahiş vicdanlı edim sizə. qızlardır. Allah onların indən belə bəxtlərini Sonra- gözəlləsin. Görürsən Sana ataya yenə tərəf, mənlər o ataya tərəf yenə də ürəyində bir kim var ona Uşaq qarşı yıxıldı qızım. orada. İnan Allaha bir Ha? atasan da. Bir danış görüm. Çin yoxdur. Amma istəmirəm yaxınlaşsın. Belə bir qıcığım var da, belə əsəbim var. Bəli. Məsələn, düzəlsə deyək, sən istədiyin kimi olsa deyək, o sevgini sənə verə bilsə Mümkün deyək. deyil axı. Niyə mümkün deyil ki, qızım? Dağ ayrılıblar. Birləşmələrini istəyərdinmi? Yox. Niyə? Yox. Cəmilə dərə getməyibdi. Sən elə demə, elə demə. Həyatda heç vaxt belə sözü demə, demə. qızım. Əksinə Allahın siz möcüzələrində Aynen, heç bir aynen. bəndə sığortalanmayıb mənim balam. Ay Zahir müəllim. Cəmilə. Xeyr, Allah onu Bax sənin qızın bu cümlədən sonra bu günə qədər heç vaxt gülmədiyi kimi güldü.
Çünki Zahir Allahın müəllim işini istəyirəm. Mənim ora sevgim gəlib ona, Elə sevgim gəl, ona o üzr qədər istəyirəm. möhkəm olub ki. Mən övlada qarşı çox həssasam. Burada kim nə dava eləyir mənə Bir maraqlı gözəl deyil. bal- Amma mən parçası uşağa gibi qarşı bala çox var. həssasam, dəhşət dərəcədə. Yəni mən o qızların üzünün gülməsi üçün dünən onlara yalvardım ki, yemək yeyin, xahiş edirəm. Bir loğma çörək yeyin qayınınıza. Zahir müəllim elə deməyin. Siz necə